Salam əziz müştərilər, bu gün sizə belə bir gözəl aparat gətirmişik. Aparatımız həm künc kəsəndir, həm deşikəsən aparatdır. Yəni ikisi birindədir. Çox qəşəng funksionallığı vardır. Hal-hazırda sizə öncəliklə künc kəsmək prosesini göstərəcəm sizə, necə künc kəsilir. Nəzərinizə çatdırım ki, üzərindəki olan stok bıçağı R6 ölçüsünün radiusu 6 mm olan bıçaq gəlir. Belə ayarlanmaq yerləri var. Əvvəl deyim ki, dəstimizə nə daxildir? Aparat özü daxildir. 3 ədəd bir üzərində marzan, 2 ədəd ucur marzanları var və 1 ədəd deşikəsən sverlosu var. 6 mm-lik sverlodur. Əgər sizə digər ölçü sverlolar lazımdırsa, bizdə satışda 3, 4, 5 mm-lik də əlavə sverlolarımız vardır. Bu gün lazım olsa müraciət edərsiniz. İndi isə mən gəlin keçək. Mən sizə nə cür künc kəsmək burada lazımdır, onu göstərim. Gördüyünüz kimi bu ayarlanır, bu hissələr ayarlanır, divarlı hissələri və rahatçılıqla belə bir şey 30 mm hündürlüyə qədər bir dəfəyə künc kəsmək qabiliyyətinə malikdir aparatımız. İndi məndə vizitka sayı az olduğuna görə mən az vizitka ilə eləyirdim. Amma daha çox vizitkada siz qoya bilərsiniz. Və nə oldu? Baxın, çox gözəl şəkildə belə vizitkaların qırağını yumru elədi. Ümid edirəm ki, kameradan ötürə bilir. Gəlin göstərək, deşik açmaq lazım olanda nə edirik? Biz deməli, künc kəsən deşiyə açanla əvəz eləmək istəyiriksə, nə prosesi keçir? Əvvəlcə bu hissələrdən çıxartmalıyıq, bu hissələri çıxardaq. Yəni istəyən ki, bizim işimiz rahat olsun. Aha, bu gördüyünüz kimi üzərində bir dənə açar verilir, oyun açılır hamısı. Çox sadə şəkildə. Çox açıldı, qoyuldu bura. Seslə formada açılır, qoyulur bura. Daha sonra nə edirik? Belə bir açan yeri var. Onu açandan sonra burada bıçaq düşür aşağı. Bıçaq hissəsi düşdü aşağı. Onun yerinə, yəni bu hissəsinin yerinə keçən belə bir sverlosu var. Sverlo keçdi, sıxılır, sverlo qaldı orada. Bu qədər sadə. Bu hissəsi qabağa, arxaya bu hissəsindən ayarlanır, qabağa dala. Yəni bu deşiyin dərinliyi, aşağı yuxarı deşiyin dərinliyi bu ilə ayarlanır. Bu hissəsindən. Görürsünüz, bura təsir edir. Üçün deşiyimizi açaq biz. Tam şey demədim, çıxmadım. Tamam, yenidir. Görürsünüz. Tamam, bu şəkildə bunlarda deşik açılır. Sağa solu da hərəkət etmək üçün burada bir xətt keşi var. Sağa sola eləyə bilirik. Yəni bu hissədə bir dənə də deşik açaq. Yəni burada yəni bu hissədə açaq. Görürsünüz. Bu qədər sadə. Əgər avadanlıqla yaxından tanış olmaq istəyirsə, bizim ofisə yaxınlaşın. Əyani tanış olun. Sublim saytına daxil olub avadanlığın digər xüsusiyyətlərinə tanış ola bilərsiniz. Həmçinin qiyməti ilə avadanlığa zəmanət verilir. Buyurun, müraciət edin bizə. Təşəkkürlər, çox sağ olun.